Düzdür, mənim üçün danışmaq çətindir. Böyle bugün danışmamışam. Amma onu demək istəyirdim ki, sağ olsun, teşekkür edirik cəmaata. Bu günlər səhər saat 9-dan bura dolu boşalır, dolu boşalır. Halal olsun. Hələ qədri bilmək lazım. Bilənlərimiz də var. Hər anda bax görürsünüz ki, burada iştirak edənləri. Onu demək istəyirdim. Hamımıza teşekkür edirik. Arif bizim əzizimiz idi. Əzizimizdən də əziz idi. Hamımıza. Mən indi burada ad çəkmirəm adları, amma bir iki tane nüans var. Bunları qeyd etmək istəyirəm. Bax, bu süfrə burada ehsan olunur. Arifin haqqında süfrə var, ehsan verilir. Allah dərəcəyə qəbul etsin. Ehsan verənlərin də Allah canını sağ eləsin, ölənlərini rəhmət etsin. İştirak edən cəmaat da bu iştirak edir bu məclisdə. Allah bu cəmin də ən batını qəriq rəhmət etsin. Özlərini, ailələrini salamat etsin inşallah. Bizim insanlarımız burada xidmətli insanlarımız var idi. Mən gəl deyirəm, biraz ad çəkmək çətin məsələdir. Bəzi adamlar sonra deyir, sən adını çəkməsin, sən zəhmətin. Birini üstünə başlayıb qızışdırmaya. Əli adamlar mənə xoşum gəlmir. Amma onu demək istəyirəm ki, burada, bu məclisdə hər kəsin mən Rauf müəllim buradadır, gelmədi ki. O Rauf müəllim, Allah canını çox sağ ol. Bu qəzetlərlə Allah canlısa həm şairdir, həm bu qəzetin redaktorudur. Arif haqqında burada indi paylayacaq sizə bunları. Arif haqqında gözəl məqalə yazılır, Arif haqqında burada şeirlər çap etdirib. Özdə neçənci dəfədir ya. Bir təmannlar götürür, yəni burada bir ehsandır, zəhmətimizi çəkir, qiymətləndirir. Mən bunun adını çəkməyim, qiymətləndirməyim, damı oldu. Ne deyərlərdirsə, bir təmənna üstündə bu işləri görürlər. Yəni, indi bu söhbət ondan gelmir. Allah, bu işlər Allahın yanındadır. Yəni biz, amma onu da demək istəyirəm ki, Allah hamımıza can sağlıqlar. Hazərsən iştirak edimiz, Şehid Peyğəmbər övladıdır. Allah vücudun bir bana, özü də qazıdır. Arif də qazıydı. Arif də indi çox adam bəzidən bilir, bəzi. Arif də döyüşmüşdü. Birinci Qarabağ müharibəsində. Mən şəxsən özüm getmişdim bu zona cəmaatı ilə yardım aparanda. Onlara yardım aparmış. Onda da Arif oradaydı. Döyüşürdü. O da qazıydı. Bu Seyidlər burada əyləşir. Seyid Nurəddin qardaşı burada əyləşir. Allah vücudun bir bəla eləsin. Teşvik. İndi mən gəl edirəm, burada bizim hamımız əziz adamlarsınız bizim üçün. Düzdür, Arifin dərəcəsi alidən alidir, qeyri-adi bir. Allah hər istəyən bir insan var, xüsusi nadir insanlar var ki, Allah onlara qeyri-adi istedad verir, bir də şairlidir. Təb ilahidən verilir, başqa məktəbi yoxdur təbin. Aparaca bir uşağı bir şairin yanında qoyasan ki, tələbə ki, öyrədir ona, ədəbiyyatı öyrədə bilər, ədəbiyyatın nəzəriyyəsini də öyrədə bilər. Təbi olmasa şeir yaza bilmirsin. Təbi də verəm Allahdır. Bu ilahi bir istedaddır. İndi bu Şəhriyar deyir, misal bəyaları buradakı Həcc Sultan Bələr, valla billah, məndən çox özü əziyyət çəkir. Doğrudan bu, təkcə bu məclisdə yoxdur, bütün məclislərlə. Dərvişlik edir, mollalıq edir, axıtlıq edir, maşallah əlindən gəlir, qaydaya salır, təşkilatçıdır. Hələ bu Arifin məclisində mən gördüm ki, nə qədər bu əziyyət çəkdi. Hər gün səhər saat 8-dən qəbr üstündədir, Yasin oxuyur. Yəni, bunlar hamısı degərdir də, bunları itirməyə. Kimsə bir nəfərə qədər burada iştirak edirsə, deməli, hamımızın yerinə edir ki, var, gəldi adam var. Bir də var, heç kim yoxdur. Bu kişi tək gəlir, yanırdır, səhər tezdən səhər Yasin oxuyur, bir tək, iki nədə yaxındır. Yəni, bunlar hamısı zəhmətlərdir. Mən gəlmirəm, üçün hamımızın zəhməti var. Hamımızın zəhməti. Mən də bəzi qardaşlar bizə deyir, bizim adımızı seçməyin. Yaxşılıqlar edirlər, icazə vermirlər ki, bizim adımızı seçməyin. Ona görə onların adını seçmirlər.
Allah hamısı vücudunu bir bəla eləsin. Allah Teala gələcək günlərimizi xeyirlə mübəttər etsin. Allah Arif'in ruhunu bize duaçı etsin inşallah. Həqiqətən deyirəm. Bu özü böyük bir... Mesela mən indi beyan vermiş olacaq. Beyan, YouTube'da kanaldır beyan. Ya bugün ya sabah. Arif hakkında bir tane Hazersan da bizimle iştirak ediyordur da. Arif hakkında da bir tane güzel bir saatlik vermiş. Kimin imkanı var? YouTube'da bakabilirim ben. Yani ki həqiqətən də Arif təkcə bir dənə bu zonanı təmsil eləmirdi. Kənd üçün həqiqətən bir iş görə bilər. Kənddə xeyirxahlıq eləmək olar. Ancaq Arifin elədiyi xeyirxahlıq dillər əzbəridir. Ne üçün? O birinci kəndin adını öz adında daşıyır. Məşəd Azərdən sonra bizim belə bir ikinci şairimiz olmuyor. Elə bir qüvvəlidir ikinci şairimiz olmuyor. Azər buzomalı, Arif buzomalı. Arifdir. Bu bizim için kendimizin adını öz adında yaşadır. Türkiye'de olur, Arif buzomalı. İran'da olur, Kərbəlada Arif buzomalı. İran'da olur, konferanslarda Arif. Bizim kendimizin adı. Söhbət Arif'i bir də kəndən məhdudləşdirmək olmaz. Dünyanın saydırmalı ölkələrin bəziləridir. Bunun Moskvası var, Rusiyası var. Arif Almanya'ya gelip çıkmıştı. Yani her yerde de bizi temsil ediyor. Azerbaycan adlıdır. Azerbaycan öyle. O Nesimi filminde deyir ki Nesimi gedəndə İbrahim Şahlı'yı gezmeyle Nizami Gəncəvidən sonra sənin gibi bizim böyle bir güçlü şairimiz olur. Ben de ona gördüm ki Məşəd Azərdən sonra biz ona da Arif kimi güçlü şair oldum. Ben bunu əminliklə deyirəm. Çünkü biz çok yakın olmuşuz da. Yani ki həqiqətən də onun bu fəaliyyəti, onun bu istedadı bu günləri biz görürsən ki, əziz insanları necə yığıb bir yerə, özdə çoxsu da mən bilirəm, eşidən gəlir. Çünki Arif bunu qazanır. 5-dən 3 dənə adamın deməyinə, onun elə adı, hörməti bizim kəndimizin onun adı, hörmətini aldırır. Yəni ki, onun adı, istedadı, müsbət olmayı bizi kaldırır. Özümüzü de kendimizi de kaldırır. Ona göre de ne de elesey biz Arif üçün gel de deyirəm ben burada saymıram. Torpağından tutmuş bugünkü gün neyse çok insanlar xeyirxahlıq elədilər bu işdə. Çok insanlar zəhmətlər çəkdilər bu işdə. Bu nöqteyi nəzərdən deyirəm ki, yani bu zəhmətlər, bu zəhmətlər ki burada çəkildi, İnsanlar ki bu xidmətlər elədi, inanın ki, bəzi şeyləri demək olmaz. Desəm sizə heyrətə gələrsiniz. Ona görə də tam tutarmaq istəyirəm sözümü, yəni ki, taam gibisiniz. Ancaq mən elə çıxış eləmədim bugün. Qonaqlar da oradan gözəl çıxışlar oldu burada. Mən muayizə eləmirəm. Öz təhsilatımı istədim, çatdırım sizə. Bunu, mən bir dənə sözlə tamamlayıram. Arifin o ana xəttini. Sizə deməklə tamamlayıram. Qısa, bir nəfər bir qul satırdı, bir nəfər qul idi, sahibi onu incidirdi, əziyyət verirdi. Namaz qılan idi, məscidə gələn idi. Sahibi də gəlirdi, ağası, qul özü də gəlirdi. Amma sahibi ki, qulu incidir, nökər də qul da deyirik. Qul gizdin ki, axında dedi ki, ya da bu da ağam da gəlir buraya, mən də muizə mən. Bu məni öldürür. Çox bir də açıq burada bir minbərdə deyirəm, qulu azad eləməyin savablarından, qulu azad eləmək lazımdır. Heç olmasa bəlkə eşitdi, mənə rəhm edib, incitməsinlər. Qulun tərifatını deyirəm. Deyərəm, axın. Neyse, bu da gözləyirdi, hər cürmə gəlirlər. Bu cürmə gəldi, danışmadı. Dedi, yarın gələn cürmə danışsın. Gələn cürmə gəldi, axın gəldi. Bu qul da intizarda ki, ağrıyla bu danışsın, danışmırlar. 5 cürmə, 40 gün tamam olur, bu laf utanır da yaxınlaşsın, ne qarsan, 40 gün keçəndən sonra ağa çıxır minbərə, sözün əsl kökü mənası buradadır ya. Ağa çıxır minbərə, qulun azad olunmağının səbəbi, şərtləri, fəzilətləri bir saat danışır. Bir saat danışır, tutarır, düşür, görüşürlər. Gəlir deyir, ağa, qurban sana, mən dedim sənəcə 40 gün yubatdı, söhbət buradadır ya. Mən bu ilə tamamlayıram sözümü. Bəs ne üçün gecdidir? Dedi ki, indi sənə deməzdim.
soruşduğuma görə deyirəm. Sən mənə deyəndə ki, qulun azad eləməyinin fəzilətindən danış. Mən ömrümdə bir dənə qul alıb azad eləməmişəm. Mən necə onun fəzilətindən danışım ki, bir adam dur ayağıma da, ay qulumsa, yaxşı şeyləri bir dənə sən azad edə də. Ona görə imkanım olmayıb. Ona görə mən pul yığmışam. 40 gün içində əlimə gələn pulu yığmışam. Bir dənə qul alıb azad eləmişəm, indi ondan danışıram. Qardaş, bizim danışıq elə bir şeydir ki, görək öz əməl elədiyin şeydən danışırsınlar. Bu adamlara sən məsləhət bilirsən ki, belə var da biz də görürük də. And olsun, bir fayda şeylərdir. Onları demək lazımdır. O, Arif belə insan idi ya. O əməli, baxışı ilə. Mən daha məndən yaxın adam inanmıram ona olsun. Baxışı ilə. O bir sənə hekayə göstərirdi. Onları tutmaq lazım deyə. O bir sırf cüdoçusu olub, Məhəmməd Rəfşan, kim eşidir bilir. O, Yaponiyada gəlir, Məhəmməd Rəfşan, deyirəm, cüdo hesabında. Gəlib, bir dənə Yaponla çıxırdı cüdoya. Yaponun bir ayağı zədəli olur. Bu da bu ilə cüdoda güləşəndə hakim ona işarə edilmiş ki, həmin Məhəmməd Rəfşana, işarə onun zədələ yağından giriş tez vurasan gene onu. İxtiyarı var da, oyunun qaydasında o ixtiyarı var. Zədəli çıxmayla çıxmırsan giriş. Bu girişmirmiş. Hakim 3 dəfə gəlir ki, işarə edib girişmir. Girişmədiyinə görə zədələ yağ, məğlub olur ölsün. Bu zədəli bunu vurur yerə. Zədəli bunu yerə vurulandan sonra gəlir buna sual verir. Ha, qızıl medalı Yaponun boynuna salırlar. Yapon da boynundan, o bilir axı, bilə-bilə bu məğlub olduğundan. Yapon da öz qızıl medalını həmin sadı gəlir salır bu boynuna. Deyir, bu sənə satır. Sən kürdəli bir hərəkət edir, əslində bu sənə satır. Deyir ki, bu həmin şəxs ömründə bir daha adama demir ki, gəl namaz qıl, belə eləyinə, yəni moizə eləmirdi. Bir dənə onun hərəkətinə görə yüzlərlə Yapon İslamı qabul edir, əməlinə görə. Ki, deyirlər, sən nə üçün eləmədin? Deyir, mənim dinim, yaralı insana zərbə vurmayı qadağan edir. Müsahibə verir, nəinki yaralı insan olsun. İnsan şikəst eləmək, yaralı insanın üstündən yara verməyib. Mənim dinim BMT var, BMT ona medal verirdi. Qızıl medal verib ona görə, ona ki, sülh elçisi adı verib. Sonra, tarixdə baxıb, gördüncə sülh. Sonra Yaponiya onu dəvət edib. Yaponiya kral kimi, bu prezidentlərə qarşılamırlar, gələk böylər, seyyarət filan. Ucur abi, kral adı ilə gəlib Yaponiyaya. Yaponiyada da söhbəti çoxdur, bunu demək istəyirəm ki, orada da o bir dənə İslamı qabul edilmiş xanımlardan da olur ki, xanımlardan biri təklif edib bunu ki, mən səninlə evlənmək istəyirəm, al məni, ailə yatırım biləm. Qabul edib bundan. Yəni sözüm budur ki, bir dənə orada əməl edib, bütün dünyayı iblər. Bir dənə orada əməl edib ki, indi bizlər mən baxıram, mən özüm də danışanam. Hərdən qızışıram bir saat danışan, hərdən özümə deyəm paya. Hatta bir dənə məsələ var. Əməl eləsək, yaxşı olar. Bəzi onlar görürük, Arif canımdır, cigərimdir, filanımdır. İstəmirəm deyim. Ancaq Arif yoxdur. Hələ bu adam özü də yoxdur. Sonrası olsun deyim ki, yoxdur qardaşlar. İndi olanın göz qabağındadır. Mən bunu gizlidə bilmərəm ki, mənim ixtiyarım da yox. Amma mən onu demək istəyirəm sizə ki, çox sağ olun. Bu nə qədər zəhmət bilirsən, burada necə 40 necə o da imtihan oldu burada. Gözlüdüyün adamdan heç bir çıxmır. Gözləməyin adam gəldi ki, hazıram. Bu dəhşət adamlar gördük burada biz. Doğrudan da həyat qəribədir. Bunlar belə də olmalıdır. İmtihandır bunlar Allah. İnanın Allah'a imtihandır. Siz gəlmişsiniz buraya, sizin zəhmətiniz böyük deyə. Siz gəlib bu meclisi zinətləndirmişsiniz. Allah salavat əqəlini qəni rəhmət eləsin. Bu deyirdi ki, burada yığılan adamlar seçim adamlardır. Kuş öz dindiyi ilə götürür bunları bura. Yəni doğrudan da siz burada gəlib iştirak edəməsiniz, meclis teşkil tapmazdı ki. Meclis qətiyyən olmazdı. Sizin iştirakınız və meclis düzəltdir. Allah hamımızdan razı olsun. Zəhmətinizi halal edin inşallah. Mən bu sözləri ona görə dedim ki, borcum. Çünki Arif özü mesaj etmənədir. Bax, qardeşim yanı burada yağdı.
Özünüz də Yaqubdan soruşa bilərsiniz. Bax, çox adam ola bilsin, qardaşını tanımır. Yaquba da tapşırıb ki, Ağsaqqal Hacı Sultan ne edirsə onu elə. Bənim deyələrim də özü də şairdir. Yaqub da şairdir. Sahib Ləxəlisinin şeylər yazır. İndi bir dənə Allah canlı sağlığı, uzaqdan yaxından bu məclis səhərdən ki burada gedir, davam edir. Daha biz sizi çox yora bilmərik. Bir dənə süfrə duası oxuyacaq. İndi burada Seyyid də var, Allah biz udumuyor. Hacı da gəlir. Öz ixtiyarımıza ölçün, Seyyid heç eləməcə danışmadım da sonra ki, ixtiyarımıza və süfrədir. Hacı işarə edir ki, Seyyidə verək duanı. اللهم صل على محمد وآل محمد الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والنار للموحدين والجنة للموحدين والدنيا للآخرين والبركة للباطلين وصحة وسلامة للحاضرين والغائبين اللهم تقبل جميع حسنات المحسنين سيما هذا الإحسان بحق القرآن بحق أسماءك الحسنى وبحق سورة المباركة الفاتحة مع السلام محمد وآل محمد الحمد لله مالك يوم Allah rəhmət eləsin. Allah sizə şans versin. Bu dua tələsənlər üçün, tələsənlər mürəxəs ola bilər, məclis davam edir.